Görürsən, qardaşlar daim soruşur ki, namazda surələri əksinə oxumaq olarmı? Yəni, ardıcıllıq, tərtibatla deyil, əksinə oxumaq. Misal üçün, yəni birinci rükətdə Fələq surəsini oxuyursan, ikinci rükətdə İxlas surəsini. Yəni, Fələqdən sonra gəlir Nəs, amma sən ardıcıllıq deyil, əksinə oxuyursan. Yəni, ondan arxadakını, yəni İxlas surəsini oxuyursan. Və misal üçün, birinci rükətdə oxudun Əl-İmran surəsindən bir neçə ayə, ikinci rükətdə Bəqara surəsindən oxudun Kürsü ayəsini, misal üçün. Yəni, əks tərəfə oxumaq olarmı surələri? Bu barədə alimlər ixtilaf ediblər. Və Allahu aləm iki məşhur görüş var. Birinci görüş sahibləri deyiblər ki, əks surələri namazda əks oxumaq məkruhdur, bəyənilmir. Və bunu deyənlərdən İmam Əbu Hənifə, İmam Məlik, İmam Əhməd və həmçinin İbn Utheymin rahiməhullah, müasir alimlərdən İbn Utheymin bu görüşü daha üstün sayıb ki, surələri əks oxumaq məkruhdur. Və bu İmam Əhmədin məzhəbində daha etimad olunan görüşdür. İkinci görüş sahibləri deyiblər ki, yəcuzu zəlik bilə kərahə. İcazəlidir, heç bir məkruhiyyəti yoxdur. Yəni, oxumaq icazəlidir. Birinci rükətdə Fələq oxusan, ikinci rükətdə İxlas surəsini oxumaq olar, icazəlidir və heç bir məkruhiyyəti yoxdur. Və bunu deyənlərdən İmam Şafi rahiməhullah, İmam Şafi bunu deyib və bu Şafi məzhəbində daha etimad olunan görüşdür. Lakin İmam Şafi rahiməhullah buyurub ki, təbii ki, ardıcıllıq oxumaq müstəhəbdir, lakin kimsə ardıcıllıq oxumasa bu icazəlidir. Və həmçinin İmam Əhməd rahiməhullah bunu bir görüşdə bunu qeyd edib, yəni icazəli olmasını deyib. Yəni İmam Əhməddən bu barədə iki rəy var. Həmçinin bunu deyənlərdən Şeyxülislam İbn Teymiyyə rahiməhullah və həmçinin müasir alimlərdən İbn Baz deyib ki, icazəlidir, heç bir məkruhiyyəti yoxdur. Allahu a'ləm, Allah daha doğrusunu bilir, lakin mənə gəlib çatana görə, yəni bu ikinci görüş daha etibarlıdır. Oxumaq olar, heç bir məkruhiyyəti yoxdur. Necə bunu Şeyxülislam İbn Teymiyyə rahiməhullah daha üstün görüb. İxlasla.com saytı tərəfindən təqdim olundu.